Salam. Bugün Codera yazı işlərindən 42-ci sualın izahını verəcəyəm. Deməli, sualda bizdən soruşur ki, klaviaturadan ixtiyari en sayda müsbət tam ədəd siyahıya daxil edilir. Daxil edilən hər bir ədədin rəqəmləri cəmi çap edən proqram Python dilində yaz. Deməli, biz birinci düşünək. Görək ki, yəni belə yazı işlərində ancaq bunun proqram yazmaqdan əvvəl alqoritm ardıcıllığı düşünmək lazımdır. Deməli, birinci bizə lazım olacaq ki, en sayda ədəddən ibarət siyahının elementlərini yaradaq. Deməli, biz birinci bunu yaradaq. Siyahı bərabərdir. Mən fərqli bir metodla yaradacağım siyahının elementlərini. Çox belə rahat üsuldur. Yəni bunu öyrənsək bir sətirdə biz ixtiyari elementdən ibarət siyahı elementi yaradacağıq. Baxın, sonra da izah edəcəm necə yaratdım. Int, input, bu olacaq siyahımızın elementləri. Dövrə salaq, for, i, in, range, int. Bu neçə elementdən ibarət olduğunu soruşacaq bizdən. Input neçə elementdən ibarət olduğunu, neçə elementdən ibarət olsun. Məsələn, yazaq bizim üçün maraqlı olsun. Məsələn, necə işləyəcək bu? Bax, for dövrə salacaq. Bizə deyəcək ki, siyahının elementləri neçə elementdən ibarət olsun. Məsələn, biz buradan 5 desək, hər dəfə klaviaturadan 5 dəfə bizdən tam ədəd istəyəcək. 5 dəfə qiymət istəyəcək. Biz daxil edəcəyimiz hər qiymət siyahının elementləri olacaq. Bu formada işləyəcək. Bir sətirdə siyahının elementlərini yaratdıq. Sonra nə etmək lazımdır? Biz indi siyahının hər bir elementini ayrı-ayrılıqda cəmləmək lazımdır. Deməli, biz dövrə salaq, dövr yaradaq. For, i, in, siyahının elementlərinə birbaşa müraciət edək. Siyahı, gövdəyə. Gövdədə biz cəm lazımdır bizə, cəmləmək, siyahının elementlərini cəmləmək. Bir dəyişən götürək və onu sıfıra mənimsədək. Sonra bir dənə də dövr yaradaq. For, iç-içə dövr olsun. For, j, in. Birbaşa yenə müraciət eləsin. Həmin o siyahının elementinə. I. I tam ədəd olduğuna görə biz bunu sətrə çevirməliyik. Sətrə çevirib müraciət eləməliyik. Müraciət elədik. Və hər müraciət eləyəndə cəm, plus, üstə gəlsin, nə? Çevirdiyimiz sətri bir də tama çevirək. Çünki biz cəmləmə, biz bildik ki, tam ədədlə sətirləri, tam ədədlə sətirləri toplamaq olmaz. Tamı tamla toplamaq olar. Tama çevirək, toplayaq. J və dövr bitəndən sonra cəmi göndərsin çapa. Print, cəm. Cəm getsin çapa. Necə işləyəcək bu? Deməli, bir siyahı yaradaq buradan özümüzdən. Məsələn, nə? Siyahımızın neçə elementi olsun? Siyahımızın 5 elementi olsun. Hansılar olsun? Tutaq ki, 125 olsun. 256 olsun. 889 olsun. Nə bilim, 39 olsun. 5 elementi demişdik. Yaxşı, 39, 789 olsun. İndi baxaq, necə işləyəcək? Bu siyahımızın elementi, bax, bu siyahının elementi olacaq. Onlar olacaq. Onlar olacaq, siz fərqli qiymətlər daxil edə bilərsiniz. Yəni, birinci gələcək birbaşa müraciət olduğuna görə, birinci gələcək bu 125-i götürəcək. Ya i olacaq 125. Cəmimiz də sıfırdır, düşdü gövdəyə. Yenə həmin birdə dövrə salırıq, iç-içə dövr, for j in, str i. Biz yenə bu elementin bütün elementlərinə müraciət eləməyi istəyiriksə, dövrə salıb, sətr tipində təbii ki, eləməliyik. Sətrə çevirdim, str i və j bir dəfə 1 olacaq, bir dəfə 2 olacaq, bir dəfə 5 olacaq və cəmləyəcək. Biz bunu int tipində eləməliyik, çünki burada sətrə çevirmişdik, intə çevirdik, tam ədədə çevirdik. Cəmdə saxladıq və print cəm göndərdik ki, çapa getsin. Və mən burada cəmi sıfıra mənimsətdim, cəmi 0 kimi götürdüm. Cəm dəyişəndə 0 mənimsətdim. Niyə? Mən burada, yəni ikinci sətirdə cəmi bərabərdə 0 eləsəydim, cəm arta-arta gedəcəkdi. Mənə lazımdır ki, bu cəm hər qiymət götürdükcə 0-a bərabər olsun. Gəlsin 125-in qiyməti, rəqəmlərin cəmin toplasın, çapa göndərsin və ikinci də 256-nı götürəndə bir də gövdəyə düşəndə cəm bir də 0-dan yenidən başlasın. Gəlin baxaq, yoxlayaq proqramımızı, görək düz işləyirmi? Uşaqlar, yəni bu proqram elə bir şeydir ki, yəni müəllimlər, abituriyentlər, proqram
yazmaqdan heç vaxt qorxmuruq. Səhv olacaq, bir də düzəldəcəyik. Yəni proqramı yazdım, səhv yəni səhv oldu, ay həvəsdən düşək, neyniyək? Yəni belə şey elədiksə biz bu kodları, bu proqramları yaza bilməyəcəyik. Təbii ki də proqram yazmaq məntiqi düşüncə, riyazi bacarıq biraz tələb eləyir, mütləq tələb eləyir. Biz bu alqoritmik düşüncə tələb eləyir, yəni ardıcıllıq, bir-bir və şərti düzgün başa düşmək tələb eləyir. Yəni bunları yazdıqca hissə-hissə, səhv eləyə, baxacaq ki, məsələn, bir neçə müddətdən sonra bizdə vərdiş yaranıb, daha proqramımızı səhvsiz yaza bilirik. Gəlin yoxlayaq. Məsələn, mən 5 dənə siyahımın elementi olsun demişdim. Baxın burada deyir, siyahının neçə elementdən ibarət olsun? Mən deyirəm 5. 5 elementdən. Hansılar olsun? 125, 256, 889, 39, 789. Göndərdim çapa. Baxın, 125-in cəmi neçə eləyir? 8 eləyir. Getdi çapa. Doğru. 256-ın cəmi 13. Tamamilə doğru. 789-un cəmi neçə eləyir? 24. Göndərdik çapa. Bu proqram kodunu müxtəlif cür kodlarla yazmaq olar. Funksiyanı da yazaram mən. Siyahı, yəni hamı yaza bilərsiniz də, hərə fərqli-fərqli düşünüb yaza bilər və doğru cavab sayılır. Yalnız indeksə görə müraciət edib yazmaq olar. Siyahın elementlərindən birbaşa müraciət edib yazmaq olar. Yəni həvəsdən düşmürük. Mən bu Koderanın bütün suallarını yavaş-yavaş izah edəcəyəm qısa video şəklində. Sağ olun.